İndi isə Minutes Columns bölməsi haqqında danışacağıq. Görünürdə iki əsas hissədən ibarətdir. Choose Columns və Remove Columns. Choose Columns hissəsinə keçsək, iki əmri var. Birincisi Choose Columns nədir? Datasetimizdəki bütün sütun adları bu hissədə görünür və biz sadəcə görmək istədiyimiz sütun adlarını buradan seçirik və təsdiqləyirik. Həmin seçdiyimiz sütun adları görünür. Digərləri isə, seçmədiklərimiz isə silinir və icra etdiyimiz əmr bu hissədə görünür. Geri qaytarmaq istəsək, qarşısındakı işarəyə basmağımız kifayətdir. Ctrl-Z bu pəncərədə işləmir. İkinci əmrimiz go to column, yəni həmin sütunu tap, həmin sütunu işarələ mənasını verir. Sütun sayımız çoxdursa və sütunu tapa bilmiriksə, daha sonra keçirik bura, adını işarələyirik və gördüyünüz kimi həmin sütunu seçir və həmin sütuna gedir. İkinci tərəfdə isə Remove Columns hissəsinə keçirdək. Burada da iki əmrimiz var. Silinməli olan sütuna baxaq. İki sütunumuz var. Bunları kontrol vasitəsilə seçirik və Remove Columns edirik. Həmin sütunlar silinmiş oldu. İkinci əmrimiz isə Remove Other Columns'dır. Bu isə bizdə seçdiyimiz sütunlardan başqa digər bütün sütunları silir. Məsələn, mən bu 4 sütunun qalmasını istəyirəm və silinməli olan sütun sayı çoxdur. Bunları bir-bir işarələyib silmək vaxtımızı ala bilər. Ona görə də 4 sütunu seçirəm və buradan Remove Other Columns əmrinə basıram. Seçmədiyimiz bütün sütunlar silinmiş oldu və vaxta da qənaət etmiş olduq.